Qəbul imtahanında düşə biləcək bir sual tipinin izahını verirəm. Yaxın əyləşin. Sabit çəryə mənbəyinə aktiv müqaviməti nəzərə almayan bir sarğaz qoşulub və bu sarğazda yaranan maqnit sahəsinin enerjisini bizdən tələb edir. Biz bilirik ki, maqnit sahəsinin enerjisi W bərabərdir Li kvadratı bölünsün 2 düsturu ilə tapılır. Biz bu düsturdan istifadə edərək W bərabərdir. Elimiz bəllidir. 0,2 12 vurulsun I bölünsün 2. İndi i'ni tapmamız lazımdır. I verilməyib, amma i üçün burada fiziki əməliyyatlar verib, həmən fiziki əməliyyatları istifadə edib i'ni tapacaq. Deməli, bu tam dövrə olduğu üçün, tam dövr üçün Ohm qanunu yazacaq. I bərabərdir. Epsilon bölünsün R üstəgəl elə. Epsilon 8-dir. R'imiz xarici müqavimətimiz 3. Üstəgəl daxili müqavimətimiz də 1-dir. Bu da eləyir 8 bölünsün 4, elədi 2 amper. Deməli, cərəyan şiddətini tam dövr üçün Ohm qanunundan istifadə edib tapıb, gətirib burada yerinə qoyuruq. 2-nin kvadrat eləyir 4, o da bərabərdir 0,4 joule. Bu qədər.